Salam əziz abituriyentlər və müəllimlər. Bugünkü dərsimiz Osmanlı mövzusu olacaq. Osmanlı mövzusunun yaranış 1302-ci ildən 1570-ci illərə qədər olan tarixini öyrəndik bu hissələrdə. Və başlanğıc hissələrdə nələrdən bəhs olunur? Deyilir ki, ümumiyyətlə biz bilirik ki, türklər Anadolu ərazisindən Şərqi Anadoluda məskunlaşmaları Malazgirt döyüşündən sonra baş vermişdir. 1071-ci ildə Malazgirt döyüşündən sonra Alparslan vasitəsilə bura fəth olundu və bundan sonra türk tayfaları burada məskunlaşmağa başladılar. Və xüsusilə burada Səlcuqlar dövründə Səlcuq dövləti mövzuda olan, onların bir qolu, onlardan vassal asılılığında olan Anadolu Səlcuq Sultanlığı yaranmış olacaqda 1077-1308-ci ildə. Bu Səlcuq Sultanlığı hansı ki Böyük Səlcuq İmperiyası zəiflədiyi dövrdə bunlar özləri yavaş-yavaş müstəqilləşəcəklər. Və deyir ki, bu ərazidə Şərqi Anadoluda türklərin daha çox nüfuzunun artması, türk tayfalarının bu ərazidə yerləşməsi 10-cu əsrin birinci yarısında daha da gücləndi. Burada Oğuz türk tayfaları məskunlaşdı. Bu hansı tarixlərdir? 1220-ci illər tarixi və ondan sonraki vaxtlardır. Və burada hətta biz Azərbaycan tarixində demişdik ki, bu dövrlərdə 10-cu əsrin birinci yarısında Monqolların hücumlarının nəticəsində Baharlı və Bayandurlu tayfaları da bura gedib məskunlaşmışdı. Və bu dövrdə qayaların da çox güman ki, bu dövrdə qayalar da, yəni Osmanlı dövlətinin yaradan qayalar da Anadolu ərazisində məskunlaşmış olacaqlar. Anadolu Səlcuq Sultanlığı Bizansa qarşı mübarizə aparacaq və daha sonra son dövrlərdə, Tənəzzül dövründə isə deyir ki, Qazan xanın yürüyüşü nəticəsində zəifləyəcəkdir. İndi burada bir dənə məsələni aydınlıq gətirək. Əgər bizə sual düşsə ki, Osmanlı dövlətinə aid olan seçin, desə ki, Qazan xanın yürüyüşünə məruz qalmışı, deyirik xeyr. Osmanlı dövləti Qazan xanın yürüyüşünə məruz qalmır. Amma sual düşsə ki, Qazan xan Anadolu torpaqlarına hücum edib, deyirik bəli. Bunların ikisi ayrı olacaq. Çünki Osmanlı dövləti yaranmamışdan əvvəl, yəni Qazan xanın yürüyüşü Anadolu Səlcuq Sultanlığına idi, Osmanlı dövlətinə deyildi. Bunu konkretlə ayıraq. Bizansa qarşı mübarizə aparması həm Osmanlılarda ola bilər, həm Anadolu Səlcuqlarda ola bilər və digər türk dövlətlərində, məsələn, deyək ki, Avropa xonu deyə bilərik. Asiyada yaranan dövlətlərdən isə birinci Göytürk dövlətini deyə bilər ki, Bizansa hücum etmişdir. Amma bu məsələ Qazan xanın yürüyüşü bunu tam yadımızda saxlayaq ki, bu Anadolu Səlcuq Sultanlığına olmuşdur, Osmanlı dövlətinə olmamışdır. Daha sonra dağıncıq qayalardan, deyək ki, qayaların ilk başçısı Süleyman Şah idi və 50 minlik belirtdə əhalisindən birlikdə, orada demək əhalisindən birlikdə, hansı ki, Anadolu torpaqlarına məskunlaşmaq üçün hərəkətə keçir. Daha sonra Fərəd çayını keçən zaman burada boğulur və bura əsas məqsəd Cabir qalasına getməkdir. Və deyirik ki, burada dəfn edirlər onu və bura türk məzarı, türk piri deyə adlandırılmışdır. Bundan sonra Ərtoğrul gəlir. Ərtoğrul Anadolu Səlcuq Sultanlığından icazə alır və Bizansla ərazilərdə məskunlaşır və hətta deyir ki, Ərtoğrul həmin dövrün ucbəyi olmuşdur, həmin dövrün qoruyan sərkərdə olmuşdur. Bundan sadəcə ümumi olaraq bunlardan konkretli qəti sual düşəcəyini düşünmürəm. Yəni, mənbələrdən bəzi konkret faktlar əsasında sual düşə bilər. Amma konkretli mənbəni götürüb sual kimi sala bilməzlər, narahat olmayaq. Daha sonra Osman bəy ilə davam edək. Deyək ki, Osman bəy Qaracəsər qalasını fəth edir və Qaracəsər qalasının fəthindən sonra Osmanlı dövlətinin yarandığını elan edir 1302-ci ildə. Bundan sonra sənətkar və xristian əhalinə xoş münasibət göstərir və onun nüfuzu bu ərazidə artır və xristianlar orada yaşayan hansı ki, xristian əhali və sənətkarlar Osman bəyə pənah gətirirlər, onun yanında yaşamağa başlar və burada həm Osmanlının yaşayan əhalinin sayı artır, həm də nüfuzu artmış olur. Deyək ki, Bursa şəhərini mühasirəyə aldı öz sağlığında, amma Bursa şəhərinin fəthi Orxan Qazinin dövründə olacaq. Biz Osmanlı dövlətinin 4 paytaxt şəhərini göstərək. Birinci deyək ki, Söyüd olmuşdur ilk yaranan vaxtda, 1302-dən 1326-ya qədər. Daha sonra Bursa oldu, 1326-1362-ci illər. Və Ədirnə şəhəri oldu, 1362-1453 və 1453-cü ildən sonra İstanbul şəhəri oldu. Bunları bilmək lazımdır mı? Bəli, lazımdır, vacibdir. Çünki bəzən suallar düşəndə yazır ki, Osmanlı dövlətinin paytaxtının Ədirnə olduğu dövr, Osmanlı dövlətinin paytaxtının Bursa olduğu dövr və yaxud da Osmanlı dövlətinin paytaxtının İstanbul olduğu dövrə aid məlumatlar göstərir. Artıq biz bu dövrləri, hansı illəri əhatə etdiyini bilməliyik, həmin illərin arasında olan hadisələri götürməliyik. Yəni, bunun üçün bu vacibdir. Mütləq bunların illərindən birlikdə əzbərləyirik. Deyir ki, Osman bəy ilk yaradan bəy idi. Daha sonra isə Orxan Qazidən danışır. Orxan Qazi 1326-62-ci illərdə dövləti idarə etmişdi və
Osman bəyin dövründə mühasirə olunan Bursa şəhəri fəth olunur və paytaxt Söyüd şəhərindən Bursa şəhərinə köçürülürdü 1326-cı ildə. Hətta bu zaman deyir ki, Xoy şəhərində yaşayan məşhur Ceycili Baba da Orxan Qaziyə kömək etmişdi. Deyərik ki, Orxan Qazi ölkəni inzibati olaraq paşalıq və sancaqlıqlara bölür, öz adına yerli pullar zərb etdirmişdir. Orxan Qazinin nüfuzu artandan sonra Bizansdan müəyyən toqquşmalar baş verəcəkdir və deyərik ki, Bizansla müharibələrində iki dənə döyüşlərini çəkərik. Bir Maltepe, bir Gelibolu döyüşləri. Hər iki döyüşdə Osmanlılar nə etmişdir? Qalib gəlmişdir. Maltepe döyüşü 1329-cu ildə var. Deyək ki, Osmanlı oxçuları burada xüsusilə fərqlənmişdir. Maltepe döyüşü 1329, bu döyüşə xüsusi əhəmiyyətli nə idi? Osmanlı oxçularının fərqlənməsi və Osmanlı qalib gəlmişdir. Gelibolu qalasının ələ keçirilməsi 1354 olacaq və burada Orxan Qazinin qalib gəlməsi Balkanlara daha sonra yürüş etmək üçün şərait yaradacaqdır. Bunu təkrarlayaq, iki döyüşlərini çəkək. Maltepe döyüşü 1329, Gelibolu 1354-cü il. Bunları mütləq yadımıza saxlayaq. Hər ikisi Orxan Qazinin dövrünə aiddir. Maltepe döyüşü Osmanlı oxçuları fərqlənir. Geliboluda isə Balkanlara hücum etmək üçün şərait yaranır, Gelibolunu tutduqdan sonra. Bu dövrdə deyir ki, ümumi bunların nəticəsi olaraq deyir ki, Bizans Anadolu torpaqlarından qovuldu. Ümumi bu döyüşlərin nəticəsi olaraq Bizans Anadolu torpaqlarından qovulur və daha sonra Orxan Qazi İzmit şəhərini tutur və deyir ki, İzmit şəhəri Osmanlı donanmasının iç beşiyi olacaqdır. 1-ci Muradla davam edirik. 1-ci Murad 1362-1389-cu illərdə hakimiyyətdə olacaq və Osmanlılarda ilk dəfə sultan titulunu qəbul edəcək. Türk hökmdarları içərisində ilk dəfə sultan titulu qəbul edən desək, Sultan Mahmud Qəznəvini deyirik, Türk hökmdarları içində. Amma Osmanlılarda ilk sultan titulu qəbul etmiş hökmdar desək, deyək ki, 1-ci Murad idi, bunları qarışdırmırıq. Amma tarixdə ilk dəfə deyirik ki, kim idi? Sultan Mahmud Qəznəvidir. Azərbaycanlılardan desək, deyək ki, Qızıl Arslan deyirik, hansı ki, Eldəniz hökmdarı. Davam edirik buradan. Deyərik ki, bu dövrdə Ədirnə şəhəri alınır və 1362-ci ildə paytaxt Ədirnə şəhərinə köçürülür. Bundan sonra bunun əsas məqsədi, əsas diqqəti Balkan yarımadasının ələ keçirməkdir. Balkan yarımadasının ələ keçirilməsi üçün şərait yaranırdı. Nə vaxt? Orxan Qazinin dövründə, Gelibolunu alandan sonra 1254-cü ildə. Amma ki, deyərik ki, 1354-cü ildə Orxan Qazinin dövründə. Amma deyərik ki, əsas diqqəti hansı ki, onun arzusu olan 1-ci Murad isə Balkan yarımadasına yönəldi. Balkan yarımadasını işğal etmək istəyən Serbiya ilə aralarında müharibələr olacaq. Deyək ki, Serb və Osmanlı müharibələrində iki dənə döyüşün adlarını çəkək. Çirmən döyüşü və Kasava döyüşü. Hər iki döyüşdə Osmanlı qalib olar. Hər iki döyüşü aid edirik 1-ci Muradın dövründə. Deyək ki, Çirmən döyüşünün 1371-ci ildə Osmanlılar qalib gəlirlər və Serbiyanı asla salırlar. Daha sonra Serbiya bunun əvəzini çıxmaq istəyir Kasava döyüşündə. Yenə məğlub olur və bundan sonra deyək ki, ümumi nəticəsi olaraq bu döyüşlərin Serbiya və Bolqaristan Osmanlılardan asılı hala düşür. Bunu yadımıza saxlayaq. Daha sonra 1-ci Bəyazıtla davam edək. Deyək ki, 1-ci Bəyazıt 1389-1402-ci illərdə hakimiyyətdə olmuşdur və hətta deyək ki, 1-ci Bəyazıt kimlə dostluq münasibəti qurmuşdur? Qara Yusif və Sultan Əhmədlə dostluq münasibətləri qurmuşdur. Onu da yadımıza saxlayaq. Davam edək. Deyək ki, bu Niqbol döyüşündə Avropa sərhədlərini məğlub etdi 1396-cı ildə və Bolqaristanı tabe etdi. Bunu xronoloji olaraq nə ilə qarışdırmayın. Əmir Teymurun Hindistana yürüşü 1398-dir. Əmir Teymurun Hindistana yürüşü. Bundan əvvəl isə Bəyazit Avropa sərhədlərini məğlub edir. Yəni xronoloji olaraq çox yaxındır bir-birinə 1396-dan 98. Bunlar bir-birinə qarışdırılır, bunları qarışdırmırıq. Daha sonra davam edirik. Deyirik ki, bu Niqbol döyüşü nəticəsində Bolqaristan tamamilə tabe edildi Osmanlıya. Bolqaristan tamamilə tabe ediləcək İldırım Bəyazıtın dövründə Bolqaristan aslı hala düşəcək 1-ci Muradın dövründə. Daha sonra deyərik ki, 1-ci Bəyazıtın əsas istəyi, əsas diqqəti Konstantinopol tutmaq idi. Hansı ki, əsas Bizansın əlində çox xırda ərazi qalmışdı və əsas mərkəzdə Konstantinopol şəhəri idi. Amma Ankara döyüşünün baş verməsi, Əmir Teymurun Osmanlıları məğlub etməsi 1402-ci ildə və deyir Konstantinopolun fəthini 51 il gecikdirir. Osmanlı dövləti zəifləyir və müəyyən müddət Osmanlı dövləti birlikdə zəifləməyə başlayacaq bu dövrdə. Və hətta deyir ki, Ankara döyüşündən sonra Papa 3 gün Romada kilsə zəncirlərini çalmışdı, yəni bunu xoş qarşılamışlar çox. Çünki Osmanlının
Avropaya doğru irəliləməsini müəyyən müddət gecikdirmişdi Ankara fəlakəti. Bundan sonra 1451-ci ildə Fatih II Mehmet hakimiyyətə gəldi və II Mehmetin dövründə Qərb və Şərqdə Osmanlılar yenə fəthlər edəcəklər, əvvəlki nüfuzlarını bərpa edəcək. 1453-cü ildə II Mehmet Konstantinopolu fəth edib və Konstantinopolu fəth etdikdən sonra Fatih adı alır və ardından II Mehmet Fatih adlanmışdır. Bundan sonra deyək ki, Trabzonu 1461-ci ildə tutar və burada Ağqoyunlarla müharibələr var, Azərbaycan tarixindən onları öyrənmişdik və Venesiyalarda müharibə aparmış olar. Daha sonra ölkədə nizam-intizam, qanun-qayda yaratmaq üçün qanunnamə tərtib edilmişdi 1476-cı ildə. İkinci Bəyazitlə davam edirik. Deyək ki, İkinci Bəyazit 1481-1512-ci illərdə hakimiyyətdə olmuşdur. İkinci Bəyazit ədalətli və məmnun olduğu üçün ona vəli deyildilər, qaribikeş olduğu üçün. Daha sonra deyək ki, İkinci Bəyazit Yəhudilərə sığınacaq vermişdi, hansı Yəhudilər İspaniyadan qovulmuşdu. Bu dövrlərdə Avropada vəba xəstəliyi yayılırdı. Və Avropada belə xəbər yayılırdı ki, bu xəstəlik Yəhudilər gəlir. Onun üçün Yəhudilər təqib olunurdu. İkinci Bəyazit isə Yəhudilərə Osmanlıda sığınacaq vermişdi. Daha sonra deyək ki, İkinci Bəyazit Türk hökmdarlarına dostluq münasibət qurmuşdu, Türk müsəlman hökmdarlarına. Bunlardan Ağqoyunlu Yaqub Padşah deyək, Səfəvi Şah İsmail deyirik və Misir məmlüklərinə dostluq münasibət quracaqdı. Yəni bu Türk hökmdarlarına dostluq münasibət quracaq. Daha sonra yəni bu Şah İsmail ilə Yaqub Padşah üçün oxşar xüsusiyyət desək, deyək ki, hər ikisi Osmanlı sultanlarının dostluq münasibəti qurmuşdu. Bunu yardımcı saxlayaq bunları. Və eyni zamanda Venesiyanı məğlub etmişdi. Fatih də Venesiyanı məğlub etmişdi. Yəni Sultan Mehmet Fatih, II Mehmetdən söhbət edir. O da Venesiyanı məğlub etmişdi. Yəni II Bəyazitlə II Mehmet arasında oxşar xüsusiyyət olacaq. Venesiyanı fəth etməsi. Daha sonra II Bəyazit 1512-ci ildə öz oğlu Yavuz Səlim tərəfindən hakimiyyətdən uzaqlaşdırılır. Səlim elə qorxulu olduğu üçün tarixdə Yavuz adından müraciət edirlər. Yavuzun dövründə, yəni Səlimin dövründə Səfəvi və Məmlük dövlətlərlə müharibə aparacaq. Yəni 8 il hakimiyyətdə qalmışdı. Sadəcə şərqdə müharibələr aparmışdı, deyə bilərik ki, əsasən. Yəni biz şərqdə apardığı müharibələri öyrənirik. Deyək ki, Səfəvilər Çaldıran döyüşündə məğlub edilib 1514-cü ildə müəyyən ərazilər ələ keçirilmişdi Cənub-Şərqi Anadolunun, biz bunu Azərbaycan tarixindən öyrənirik. Təbrizi tutsa da Təbrizdə qalmayıb geri çəkilmişdi. Daha sonra isə Məmlükləri süquta uğradı, Məmlükləri və yaxud da Misri özünə tabe etmişdi və İslam xəlifəsi titulunu ələ keçirmiş oldu. Və bundan sonra Osmanlı sultanları həmçinin İslam xəlifəsi də adlandırılmışdı. Və orada müqəddəs əmanətləri deyir ki, İstanbula gətirilmişdi. Süleymandan danışırıq. Deyir ki, Süleyman 520-566-cı illərdə hakimiyyətdə olmuşdur. Buna möhtəşəm və yaxud da qanuni təxəllüslərindən deyirlər. Osmanlı dövrünün ən yüksək səviyyəsinə çatdığı dövr hesab olunur. Sultan Süleymanın dövrü. Və Osmanlının möhtəşəm yüzyılları buna deyirlər. Və deyir ki, Sultan Süleyman Belqraddan 521-ci ildə Belqrad tutur. Daha sonra isə Macaristan üzərinə hücuma keçir. Moxas döyüşündə Macar Çex ordusunu məğlub etmişdi 1526-cı ildə. Burada əsas məsələlərdən biri Osmanlı və Avstriya müharibələridir. Yəni əsas bizim öyrənəcəyimiz əsas hissələrdən biri Osmanlı-Avstriya müharibələridir. Deyir ki, Osmanlılar ilk dəfə Viyana şəhərini mühasirə alır 1529-cu ildə, amma uğursuz olur. Və bundan sonra 1530-cu ildə tərəflər arasında sülh imzalanır. Bunu yadımıza saxlayaq. Və bundan sonra Osmanlılar Səfəvilər üzərinə hücuma keçir 1534, 35, 48 və 54-də. Bunlar çox burada sadəcə məlumat olaraq qeyd edirik. Onsuz da Azərbaycan tarixində Səfəvərləri öyrəndə bunlar geniş bu haqda danışmışdıq. Səfəvi Osmanlı müharibələri bu dövrdə. Avstriyadan müharibə dedik ki, 1529-da Avstriya hücum etdi, lakin geri dönmək məcburiyyətinə qaldı. Balkan əmrasından geri qayıdır, yəni məğlub olur. Bunun əgər bir ordu geri qayıdırsa, deməli məğlub olur, uğur əldə etmir, uğursuz olur. Osmanlı ordusu məğlub olub 1529-cu ildə Balkanlara geri qayıdır. 1530-cu ildə Avstriyadan sülh imzaladı. Bundan sonra Osmanlı hansı ki 1534-35-də Səfəvilər üzərinə hücuma keçir. Burada da elə böyük bir uğur əldə etmir, üzün döndər yenidən Avropaya. Avropaya üzün döndərəndə Avropada özünə bir müttəfiq, dost axtardı. Hansı ki Habsburglar sülaləsinə qarşı. Habsburglar sülaləsi eyni bir sülalə idi. Həm İspaniyanı, həm Avstriyanı, həm də müqəddəs Romanı, yəni Almaniyanın əsasını deyək ki, idarə edirdi. Və Osmanlı sultanı da özünə dostluq tapır Fransanın 1535-ci ildə. Fransa ilə Osmanlı arasında Habsburglar sülaləsinə qarşı ittifaq qurulur.
Birinci Habsburglar sülaləsi hara müdahil İspaniyanın, Avstriyanın və müqəddəs Romanı. 1535-ci ildə Osmanlı Fransaya ittifaq qurduqdan sonra Osmanlı yenidən hücum edir Avstriya. Yenə də burada hər hansı uğur əldə etməsi yazılmır. Sadəcə hücum yazılır ki, 1541-ci ildə Avstriya hücum etmişdir. Amma Avstriyanı Habsburglar sülaləsi idarə edir. İspaniyanı da idarə edən Habsburglar sülaləsi Osmanlını sıxışdırmaq üçün Osmanlının mülkü olan Əlcəzairə hücum edilər. Amma bu zaman İspan donanması burada məğlub olur. Yəni İspanlarla Osmanlı donanması arasında müharibə olur, İspanlar məğlub olur burada. 1541-ci ildə. Bunu da yadımızda saxlayaq məlumat olaraq. Daha sonra Osmanlının Avstriya sonuncu hücumu 1566-da olacaq. Yəni bu söhbət Sultan Süleyman dövründə gedir. Sultan Süleyman 1529, 1541, 1566 hücum edir. Deyir ki, Süleyman 1566-cı ildə Zicetvar qalasının mühasirəsi zamanı ölür. Necə ki, Osman bəy Bursanın mühasirəsi zamanı vəfat etmişdir. Süleyman da Zicetvar qalasının mühasirəsi zamanı vəfat edir. Bundan sonra isə Osmanlı qoşunları Zicetvar qalasını ələ keçirirlər. Deyir ki, hansı ki Osmanlının müttəfiqi bu dövrdə Fransa idi. Fransa bundan istifadə edərək Korsika adasını tutacaqdır. Osmanlı donanması bu dövrdə çox güclüydür. Aralıq dənizi sahillərində və Hind okean sahillərində çox geniş torpaqlar ələ keçirilmiş olacaq. Bunlar niyə yadımızda saxlayaq? Bəzən yazaq ki, məsələn, Süleyman dövrünə aiddir. Bunların illəri yoxdur, sadəcə məlumat olaraq verilir. Biz də bunları öyrənməliyik. Yazacaq ki, Süleyman dövrünə aid xüsusiyyət. Yazacaq ki, Hind okean sahillərinin müəyyən ərazidə ələ keçirilməsi. Biz biraz oturub fikirləşsək, biraz məntiqlə deyək ki, indiki Türkiyənin Hindistanın nə əlaqəsi var? Yəqin ki, olmaz da belə bir xüsusiyyət. Bunu götürməliyik. Amma var. Deyək ki, Hind okean sahillərinin müəyyən ərazilər ələ keçirilmişdir. Həmçinin Aralıq dənizi sahillərində. Daha sonra deyək ki, Şimali Afrikada işğallar etmişdir, müəyyən ərazilər ələ keçirilmişdir və Səfəvi dövlətinin müharibələrində qeyd etdik ki, 1534-35-ci ildə hətta Həmədan döyüşünə məğlub olur, 1554-də Xubur döyüşünə məğlub olur. Ümumiyyətlə, Süleyman Osmanlı Səfəvi üzərinə hücum edərkən hər hansı bir böyük uğur əldə etmir. Sadəcə bir dənə orada Osmanlının xeyri Bağdada ələ keçirilməsi. Süleymandan davam edək. Deyək ki, ikinci Süleyman öldükdən sonra hakimiyyətə gəldi. 1566 və 74-cü illərdə hakimiyyətdə olmuşdur. İkinci Səlim dövründə Osmanlıların nüfuzu daha da artmışdı, daha da inkişaf etmişdi. Və bundan sonra deyək ki, İndoneziyada hansı ki müsəlmanlar yaşayırdı. Bu müsəlmanları Portuqallar hücumlar edirdi. Bu ərazini tutmaq istəyirdilər. Və Osmanlı donanması Portuqalları burada məğlub etmişdi. Yəni Osmanlı donanması Portuqalları məğlub edib və İndoneziyada müsəlmanları qorumuşdu. Burada dayanıram, deyirəm ki, Osmanlı donanması məğlub etib başqa bir dövlətin adını deyək. Hansı dövlət? İspaniya dövləti. 1541-də Əlcəzairdə İspanları məğlub etmişdi. Hətta Portuqalları da məğlub etmişdi. Yəni Osmanlı donanmasının İspaniya ilə Portuqal donanmasını məğlub etməsi bir-birinə oxşar xüsusiyyət olacaq, yadımıza saxlayaq. Daha sonra deyək ki, Səlimin dövrünə Kipr adası tabe edildi 1571-ci ildə. Biraz irəli getsək, Osmanlı dövlətinin növbəti mərhələsində biz deyək ki, Osmanlılar krizi tuturlar 1669-cu ildə. Bunu yadımıza saxlayaq. Bunlar ayrıdır. Həmin mövzunu keçəndə, izahını yerləşdirəndə, burada Kipri yenə onun yanına yazacağım ki, bunları qarşılamayaq. Kipr 1577-dir, 1571-dir Kipr. Krit isə 1669 olacaq. Daha sonra deyək ki, Osmanlılarda dövlət idarədən sultan titulu daşıyırdı. Osmanlılarda ilk sultan titulunu qəbul edən 1-ci Murad olacaqdır. Və 1520-ci illərdən təxminən deyək ki, Osmanlı sultanları xəlifə titulu daşımağa başlayacaqlar. Osmanlılarda ikinci baş vəzir idi, mühüm işlərə baxırdı baş vəzir. Sultanın yaxın qohumlarından təyin olunurdu və sultanın möhrünü baş vəzir daşıyırdı. Osmanlılarda deyir ki, maliyyə işlərinə dəftərdən baxacaqdır. Daha sonra davam edik və bir də Osmanlılarda divan var idi. Divan da digər dövlətlərdə olduğu üçün məsləhət verici orqan idi. Yəni, hər hansı qanunverici səlahiyyəti yoxdur. Yekun qərarı sultan yenə özü verirdi. Orduya baxsaq, deyək ki, ordusu atlı qoşunlardan, atlı suları qoşunlardan və Yeniçəri piyada qoşundan təşkil olunurdu. İki dənə torpaq mülkiyyətlərini çəkək. Deyək ki, Ziyamət torpaqları 14-cü əsrin sonları yaranmış təxmini və daha böyük qoşun başçılarına, iri məmurlara verilən torpaqlardır. Ziyamət torpaqları. Amma Timar torpaqları deyək ki, daha kiçik məmurlara verilən torpaqlar idi.